Qadınlar dayanıqlı şəhər mövzusunun ayrılmaz hissəsidir. Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən İqlim və Mənzil Dayanıqlığı Gender Perspektivindən adlı panel müzakirədə bu mövzu diqqət mərkəzində olub. Bu il WUFON üçün mövzusu dünyanı məskunlaşdırmaq, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalardır. Tədbir iştirakçılar deyir ki, qadınlar çox zaman mənzil təhlükəsizliyinin olmamasından, iqlim risklərindən və şəhər xidmətlərinə qeyri-bərabər çıxışdan ən çox təsirlənən qrup olur. Şəhərlərin gələcəyini müzakirə edərkən mənzil siyasəti, şəhərsalma və iqlim fəaliyyəti inklüziv, insan mərkəzli və gender yönümlü həssas yanaşmaya əsaslanmalıdır. İstər Afrikada, istər müəyyən o dövlətlər hansılar ki, vaxtilə koloniya kimi belə bir olan dövlətlər var və orada qadınların hüquqları demək olar ki, tam pozulmuş formadadır və orada onların yaşadığı ev, infrastruktur hər bir insan üçün çatımlı deyil. Biz də çalışmalıyıq ki, hər bir o yeni tikili, yeni qurum, yeni infrastruktur əlçatan olsun. Tədbirin əsas istiqaməti, əsas mövzusu iqlim dəyişikliyi və mənzil dayanıqlığında gender perspektivindən baxış. Bildiyimiz kimi istənilən bir mövzuda, xüsusən də iqlim dəyişiklikləri, bu hal-hazırda dünyada gedən iqlim dəyişikliyi və mənzil dayanıqlığında WUFON üçün əsas mövzularında, istiqamətlərində hər bir cəhətdən baxsaq, qadınlar ən çox zərər çəkən xanımlardır. Bu, bütün dünyada belədir. İqlim və mənzil dayanıqlılığı gender perspektivindən adlı panel müzakirədə qeyd edildi ki, düzgün siyasətlər və dayanıqlı şəhər mühiti qadınların daha təhlükəsiz və dayanıqlı şəraitdə yaşamasına imkan yarada bilər. Qadınlar həm iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, həm də yaşayış, məskunlaşma və urbanizasiya proqramlarında aktiv iştirak etməlidirlər. Ağcələskərli Əhməd Məmmədov, Əziz Əzizov, ATV Xəbər.